Hər birinizi xoş gördük. Bugün artıq ikinci bölmə, 5-ci sinif, ikinci yarım ilin ilk mövzusundayıq. Kanalımıza abunə olmağı, bizə dəstək olmağı unutmayın. Bizə dəstək olduqca yeni videolarımız, yeni izahlarımız gələcək. Hər birinizə təşəkkür edirik biz izlədiyiniz üçün və kanalımıza abunə olduğunuz üçün. Gəlin sizinlə birlikdə bu günləri biz Alabəzək torba mətnini işləyək. Görək Alabəzək torba mətnində bizdə nədən danışılacaq. Mən əslində mətni oxumuşam. Mətni oxuduğuma görə artıq birbaşa sualları cavablayacağam. Deməli, aşağıdakı sualları cavablandırın və cavablarınızı müzakirə edin uşaqlar. Bu suallar daha çox müzakirə xarakterlidir və şəxsi fikrə əsaslanır. Şəxsi fikrə əsaslandığına görə mən öz fikirlərimi deyəcəm, siz də öz fikirlərinizi əsaslandıra bilərsiniz. Təqdimat etməkdən xoşunuz gəlir, yoxsa təqdimat dinləməkdən? Uşaqlar, mənim xoşum gəlir, çünki təqdimat etməkdə diqqət mərkəzində olursan. Təqdimat zamanı dinləyənlərə göz təması qurursunuzmu? Göz təması qurmaq çox yaxşıdır, çünki onların sənə diqqətli olduğunu görürsən və ya onların diqqətini cəlb edirsən ki, sənə qulaq assınlar. Dinləyənlər sizə qulaq asmayanda nə edirsiniz? Onların diqqətini özümə cəlb etməyə çalışıram. Heç vaxt həvəsdən düşmürəm. Amma yenə deyirəm, bu insanlara görə dəyişir. Çıxışdan əvvəl və təqdimat zamanı hansı hissləri keçirirsiniz? Diqqət mərkəzində olduğuma görə qürur hissi keçirirəm. Bəli, əgər böyük çıxışdayamsa bu daha çox qürur hissinə çevrilmiş ola bilir. Alabəzək torba mətnini mən oxumuşam. İndi sizinlə birlikdə digər olan çalışmaların işləyəcəm. Çox getməyək. Aha, bura. Deməli, söz boğçası var burada. Söz boğçasındakı olan sözlərə diqqət eləyin. Natamamlıq kompleksi. Fikir və hərəkətlərində yanlışlığa və yol verəcəyini düşünən insan keçirdiyi utanqacaqlıq və özündən narazılıq hissi. Bununla bağlı bizim sualımız gələcək. Nəyə görə? Kompüterdə qeyd eləyirdim, amma sizə görə planşetə keçsin, burada yazmaq daha yaxşı olacaq. Söz boğçasından nöqtələrin yerinə uyğun gələn. Burada nöqtələrin yerinə uyğun gələn. Meşədən gələn müthiş. Baxın. Müthiş səs. Sonra yarışın sonuna 5 dəqiqə qalmış. Hesabı bərabərləşdirmək müşkül. Bunun qələmin nazik yazdı. Belə yaxşıdır. Aha. İştirakçılar, konferans iştirakçıları. Konferans iştirakçıları. Belə ehtimal. Xof sözü, bunu yazaq. Xof sözü ilə yaxın mənalı olan söz. Bunlarda biri vahimədir, biri qorxudur, biri də dəhşətdir. Xof sözü ilə yaxın mənalı, yəni sinonimdir. Natamamlıq kompleksini gördüyünüz kimi burada dedi. Bu hiss nədir? Natamamlıq hissi bu mətndə, uşaqlar, natamamlıq hissi A-gündə var idi. Gün özünə inanmırdı. Mənə görə insan istəyərsə o hissə qalib gələ bilər. Növbəti. Mətnə görə düzgün fikirləri müəyyən edin. Uşaqlar, mətndə nədən bəhs olunurdu? Siz mətni oxumusunuz. Mətni oxuduğunuza görə bu suallara düzgün cavab verə biləcəksiniz. Bunu deyim sizə. Mən də oxumuşam. Mən də sizinlə birlikdə bu suallara cavab vermiş olacağım. Bu, məsələn, planşet yerinə yerləşdirim ki, burada indi yazmaq lazım olacaq. O qədər mən şikayət elədiniz ki, müəllim, səssiz pisdir, çalışıb yazacağım, narahat olmuyor. Deməli, bunu yazmaq lazımdır ki, sizə narahatçılıq yaratmasın, çünki bəzən oxuya bilmirsiniz. Aha, mətnə görə düzgün fikirlər. Mətnə görə Aygün məruzə hazırlamaqda çətinlik çəkmirdi, o danışmaqda çətinlik çəkirdi. Aygün üçün ətrafdaşların onun haqqında fikirləri çox önəmli idi. Bəli, o uşaqların ona güləcəyini düşünürdü. Ata torbadan çıxan sonuncu şarın da qırmızı rəngli olacağına əmin deyildi. Xeyr, əmin idi, çünki özü bu oyunu hazırlamışdı. Atanın planından Aygün anası xəbərsiz. Xeyr, xəbərdar idi, çünki atası rəhmətə getdikdən sonra 25-26 yaşlarında o Aygünə bu haqda məlumat verir. Atası vəfat edəndə
26 yaşlarındadır. Bəli, çünki hadisədən 14-15 il sonra deyir. Agün də həmin vaxtı 5-ci sinifdə oxuyurdu. Ona görə təxminən 25-26 yaşları düzgün fikrə gəlib çıxır. Sizcə ata nə üçün müəllim? Çünki gəlin bunu burada siz üçün artıq notda yazacağam uşaqlar siz üçün. Burada belə bir yerdə yazım siz üçün. Buranı işləmişəm deyəsəm. Bir dəqiqə yeni bir not açım. Yeni bir not açım ki siz üçün də uyğun olsun. Type not eləyək. Hə, uşaqlar, burada 3-cü sualın cavabına görə, çünki oxuya bilirsiniz də yəqin ki. Bunu biraz istəyirsiniz böyüdək, amma yenə də yaxınlaşdırıb oxuya bilərsiniz. Çünki Leyli Aygünün böyük yazaq, onu da səhv tutmayın. Aygünün güvəndiyi dostu idi. O ona baxanda dəstək alacaq. Həm də güvən görəcəkdir. Ona görə atası deyir ki, ona baxsın. Burada uşaqlar qeyd etmək lazımdır ki, baxın, C tapşırığı, bu sonra B tapşırığı idi. B. Növbəti tapşırığa düşəcək buradan. C tapşırığına. C tapşırığında bu, əgər birazcıq böyüdək. C tapşırığına nə istəyir? Alabəzək torba mətninin əvvəlində verilən epiqraf. Gəlin alabəzək torba mətninin əvvəlinə düşək. Burada görək bizdən nə istəyir. Baxın, bunu biraz gətirək bura. Baxacağıq. Buna ehtiyac yoxdur. Bunu gətirək bura uşaqlar. Mətnin əvvəlində bizə deyir ki, epiqraf mətnin əvvəlində verən ibrətamiz bir sözdür. Məğlubiyyətin əsas səbəbi ümidsizlik və qorxudur. Uşaqlar, burada belə deyək. Nə edirdi? Məğlub olacağını kim düşünürdü? Məğlub olacağını düşünən Aygün idi uşaqlar. C tapşırığında bizə deyir ki, C tapşırığında bunu təzədən qaldıraq yuxarı. C tapşırığında bizdən istəyir ki, alabəzək torba mətninin əvvəlində verilən epiqrafı mətnin məzmunu ilə necə əlaqələndirirsiniz? Ümidsizlik deyir, məğlubiyyətin əsas səbəbi deyir, ümidsizlik və qorxudur. Aygün ilk olaraq təqdimatı edə bilməyəcəyini düşünürdü. Buna görə atası onun qorxularına qalib gəlmək üçün bir yol tapdı. Nəticədə Aygün uğur qazandı. Bəli, epiqrafa deyirdi ki, məğlubiyyətin əsas səbəbi necə deyərlər? Ümidsizlik və qorxudur. Mütləq ona qalib gəlmək lazımdır. Mətnin altından xətt çəkilmiş cümlələrə diqqət yetirin. Sizcə cümlənin əvvəlində nəyə görə 3 nöqtə qoyulub? Uşaqlar, 3 nöqtə burada qoyulub. 3 nöqtənin qoyulduğu yer var. Baxın. 3 nöqtə. Deməli, Aygün hamını təəccübləndirdi. Və 14 il sonra, gördüyünüz kimi, altına 14 il sonra 3 nöqtə o deməkdir ki, 3 nöqtə uşaqlar, C variantını biz yazırıq. C variantını yazaq. C variantında 3 nöqtə bir mətndə qoyulursa, ondan əvvəl nələrinsə baş
verdiyi 3 nöqtə əvvəldə qoyulursa, daha doğrusu 3 nöqtə əvvəldə bir mətndə qoyulursa baş verdiyi, sonda qoyulursa hadisələrin davam etdiyi bildirilir. Yəni, burada 14 il keçmişdi. 14 ildə də nə hadisələr baş veribsə artıq bildirilir. Uzun yazmışam deyəsən. 14 il burada keçir və 14 ildə bildirilir. 14 ildə nələrinsə baş verdiyi göstərilir. Bu göstərildiyinə görə 3 nöqtədən istifadə olunub. Keçirik növbəti D variantına. D variantında bizdən nə istəyir? D variantında bizə deyir ki, Aygünün təqdimatı. Aygünün təqdimatı necə ola bilər? Aygün məruzəni heç vaxt təqdim etməmişdi. Təqdimat zamanı o düzgün jest və mimikalardan istifadə edərək sərbəst şəkildə təqdimat etdi. Şagirdlər və müəllim buna çox təəccübləndilər. Təqdimatın sonunda hər kəs Aygünü ayaq üstə alqışladı. Bunun təqdimatı hissəsi, ikinci hissəsində Aygünün həyat duyğuları. Bunu sona əlavə edə bilərik. Bu hadisələrdən sonra Aygün nəinki təqdimat qorxusuna bütün qorxularına qalib gəldi və bütün uğurlarını atasına borclu olduğunu həmişə qeyd etdi. Uşaqlar, bunu mən sizə axırda tam ayrıca göstərəcəm. Sizə tam versiyada. Yenə siz, əgər sizə uyğun olarsa, istəyərsinizsə, buradan köçürməyin əslində. Mən yenə deyirəm, sizin köçürməyiniz istəyirəm, müəyyən qədər məlumat almağınız üçün bunu eləyirəm. Keçirik biz Demosfen mətninə. Demosfen mətnində burada işləyəcəyik sizlə. Demosfen. Qədim Yunanistanda natiqlik sənəti çox dəbdə idi. Dərin biliklərə və gözəl danışma bacarığına malik olan natiqlər meydanlarda cəmaatın qarşısında saatlarla çıxış edir, onların rəğbətini qazanırdılar. Belə məşhur natiqlərdən biri də Demosfen olmuşdu. Arıq,
Cılız və fiziki cəhətdən zəif olan Demosfen uşaqlıqdan R səsini tələffüz edə bilmirdi. Tez-tez kəkələdiyinə görə onun dediklərini anlamaq çətin olurdu. Demosfen danışarkən çox həyəcanlanır, tez-tez çiynini atır, şax dayana bilmirdi. Bütün bu qüsurlara baxmayaraq, gənc Demosfen natiqlik sənəti ilə məşğul olmağa qərar verir. O, gözəl və mənalı bir mətn hazırlayır. Nitq söyləmək üçün kütlə qarşısına çıxır. Lakin onun xalq qarşısında ilk çıxışı uğursuzluqla nəticələnir. Cəmaatın səs-küyü, gülüşü onun zəif səsini batırır. İşi belə görən Demosfen xəcalətindən plaşı ilə üzünü örtərək meydanı tərk edir. Hər bir işini təhlil etməyi bacaran Demosfen anlayır ki, kütləni ələ almaq üçün yalnız mətnin maraqlı olması azdır. Yaxşı natiq, intonasiya ilə danışmağı, səs tonunu tənzimləməyi, jest və mimikadan yerli-yerində istifadə etməyi bacarmalıdır. Demosfen qüsurlarını aradan qaldırmaq üçün fəaliyyətə başlayır. O, diksiyasını düzəltmək üçün hər gün dəniz sahilinə gedir. Ağzına xırda daşlar dolduraraq yüksək səslə danışmağa çalışır. Nəhayət buna nail olur. Artıq Demosfen elə ucadan danışırdı ki, dənizin güclü dalğalarının səsi onun səsini batıra bilmirdi. İradəli gənc çiynini atmağı tərgitmək üçün tabandan bir qılınc asmışdı. Danışanda qılıncın altında dayanırdı. Çiynini atanda qılınc onu yaralayırdı. Beləcə o bu vərdişini də tərgidir. Nəhayət gənc natiq öz bədəni və səsini mükəmməl şəkildə idarə etməyi öyrənir. Xalq artıq Demosfenin çıxışlarını böyük coşqu ilə qarşılayırdı. Beləliklə, Demosfen nəinki Yunanistanda, hətta bütün dünyada ən mahir natiq kimi yaddaşlara həkk olundu. Deməli, Demosfen natiq idi. Demosfenin ilk çıxışı necə qarşılandı? Diqqət cəlb edə bilmirdi və buna görə narahat oldu. Hansı qüsur R deyə bilmirdi, düz dayana bilmirdi. Məşhur natiq qüsurları necə xilas oldu? Özü qüsurlarını aradan qaldırdı, dəniz qırağına getdi, daş doldurdu, ağzına danışmayı məşq elədi və çiynini atmağı düzəltmək üçün bir xəncərin altında qaldı. Hər dəfə çiyini tərpənəndə xəncər onun çiynini yaraladı. Buna görə də o qüsurlarını aradan qaldıra bildi. Deməli, biz burada hələ ki davam edirik. Bunu yazmağa ehtiyac yox idi. Yer var idi. Burada yazdım. Bunu biraz balacalaşdıraq. Lazım olanda açacağıq. Növbəti. Aha, burada qal deyəsən. Alabəzə ilə də ortaq cəhətləri müəyyən edin. Ortaq cəhətlər nə idi uşaqlar? Ortaq cəhətlərdə hər ikisində baş qəhrəmanın müəyyən qüsurları aradan qaldırılır. Qaldırılır və belə deyək də, orada birincidə Aygün öz problemlərinin üstəsindən atasının köməyi ilə gəlir, amma Demosfen də ikincidə isə öz problemlərindən özü qurtulur. Necə deyərlər, özü öz dadına yetir. Deməli, bununla indi keçir. Plan tərtib etməklə Demosfen mətninin qısa məzmununu yaz. Uşaqlar, gəlin mən plan başlıqlarını verim. Digərlərini siz tamamlaya bilərsiniz. Gəlin plan başlıqlarında bizdən nə istəyəcək? Plan başlıqlarında yazaq C 3C. Deməli, 1 natiqlik peşəsi nədir? 2 Demosfen
kimdir? Demosfenin hansı qüsurları var? 3. Demosfenin hansı qüsurları var? Demosfen necə qarşılanır? Necə qarşılanır? Növbəti də olacaq 5. Demosfen qüsurlarını necə aradan qaldırır? Necə aradan qaldırır? Siz bu sualları cavablamaqla mətnin qısa məzmununu yaza bilərsiniz. Keçirik biz hal-hazırda bunu yenə balacalaşdıraq. Keçirik çalışmalarımızı işləməyə. Deməli, əgər lazım olarsa açarıq bunu. Bunu indi bağladıq. Deməli, axı torbada 4 mavi, 4 şarj da olmalı idi cümləsində fərqləndirilmiş sözlərin leksik mənası varmı? Həmin sözlərin leksik və qrammatik mənalarını izah edin. Uşaqlar, axının leksik mənası yoxdur. 4 bəli var, saydır. Şar isimdir, amma bunun da leksik mənası yoxdur. Yəni ad bildirir. İndi, deməli, hər bir söz müəyyən nitq hissəsinə aid olur. Nitq hissələri 2 qrupa ayrılır. Əsas və köməkçi. Əsas nitq hissələri həm leksik, həm də qrammatik mənası var. İsm, sifət, say, əvəzlik, feil, zərf. Yəni, bu 4-lə, bu şar, biri saydı, biri isim. Deməli, həm leksik, həm qrammatik mənası var. Əsas nitq hissələri köməkçi hissələrindən fərqlənir. Əsasların leksik mənası olur, suala cavab verir, cümlə özü olur, şəhərci qəbul edir. Amma bu sayılanların heç biri köməkçi hissəsində olmur. Köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur. Gəlin, qaydadan sonra keçirik B tapşırığına. Nöqtələrin yerinə müvafiq suala cavab verən söz yazmaqla havaya rəngbərəng şarlar ola bilər, məsələn. Ola bilər. Söz yazmaqla cümlələri tamamlayın. Həmin sözün nitq hissəsinə aid olduğunu. Rəngbərəng şarlar yazaq bura. Şarlar, isim. Deməli, qardaşım, yenə isim. Dünəndən yağan quşbaşı qar. Quşbaşı yəni böyük qar. Şiddətli qar da ola bilər. Şiddətli sifət. Necə? Uşaqlar tədbirə tamaşa etmək üçün zala daxil oldular. Və içəri yazaq bura. İçəri. Bu da olur zərf. Yeni filmi hamımız izlədik. Bu da feil olur. Həm nitq hissələrini göstərdik, həm sözləri göstərdik. Sözləri aid olduğu qrammatik mənasına görə şip-şirin. Şip-şirin çoxaltma dərəcəsində olan sifətdir. B. Biz şəxs əvəzliyidir. Ç. Maraqla hərəkətin tərzini bildirir. Zərfdir. Çiçək konkret isimdir. C variantı. Ç. Qruplarla iş, mən bunu bəzən etmirəm, bura baxacağıq. Verilmiş cümlələrdə altından xətt çəkilmiş sözlərin leksik və qrammatik mənalarını müəyyən edin. Meydanda çoxlu bayraqlar. Çoxlu ismin yanında gəlib saydı. Bayraqlar isimdir. Çox miqdar bildirir. Bayraq da əşya adı bildirir. Cavan sifətdir. Böyümüşdü feildir. Cavan, yəni yeni, belə deyək də, yaşı yeni olan adam, daha doğrusu cavan ağac dediyinə görə leksik mənası bunun yeni boy atan, yeni vaxta çatan, böyümək də inkişaf etmək mənasındadır. Leksik mənaları siz taparsınız. Arzu xüsusi isimdir, ad bildirir, isimdir. Leksik mənaları özü taparsınız. 5-ci sıra sayı. İsidirdi, feildir. Qızmar sifətdir.
Həzin sifətdir. İsimdir. 5 saydır. Qız isimdir. Hazırlaşırdı feildir. Leksik mənaları özünüz tapın. Bakı isimdir. 3 saydır. Aldı feildir. Tarixi sifətdir. Buna görə digər leksik mənaları özünüz taparsınız. Keçirik aha 5A mətnində gəlir burada 11-ci səhifəmizdə. Burada isə artıq köməkçi hissələrindən danışacağıq bizə. Köməkçi hissələr isə onların leksik mənası yoxdur, heç bir suala cavab vermirlər. Sadəcə biri xüsusi təsir gücünü artırır, biri sözlərə qoşulur, biri cümlələri bağlayır. Bunlar haqqında sizə məlumat verəcək. Deməli, ay ata, eyni rəngli 4 şarın çıxmaq ehtimalı azdır. Ha, cümləsində hansı sözlərə sual vermək olmur. Uşaqlar, biri aydır, çağırış bildirir, biri də hadı, ədat bildirir. Bu nitq hissələri haqqında məlumatı əzbərləyirsiniz. Bu sizin köməkçi hissələrinizdir. Qoşmalar sözə qoşulur. Bağlayıcı həm sözlər, həm cümlələr arasında əlaqə yaradır. Ədat təsir gücünü artırır. Modal sözlər ifadə edilən fikrə münasibət bildirir. Nida da hiss və həyəcan ifadə edir. Gəlin bir yerdə bax, funksiya, vəzifə, rol və fəaliyyət dairəsi deməkdir. Köməkçi hissələrini müəyyən edin. Əli və Sənan dostdurlar. Bir-birinə bağlayırsa bu olur bağlayıcı. Bəh-bəh, gözəl havadır. Bəh-bəh, müəyyən hiss və həyəcan bildirir. Nida. Bəlkə, güman şübhə bildirən modal sözdür. Yağış səhərə qədər qoşmadır. İsmin halına qoşulur. Ən çətində ədatlı təsir gücünü qüvvətləndirir. Məktəb, lakin oğlan, əskər. Uşaqlar, məktəb isimdir. Leksik mənası var. Lakinin yoxdur. Çünki bağlayıcıdır. Oğlan isimdir, leksik mənası var. Əskər isimdir, leksik mənası var. Amma cavabımız olacaq, lakin leksik mənası yoxdur. Ancaq həm ədatdır, həm bağlayıcıdır. Leksik mənası yoxdur. Qələm, leksik mənası var. Otaq var, arzu var. Bunun yalnız qrammatik mənası olduğuna görə bu köməkçi nitq hissəsidir. Həyət əsas nitq hissəsidir. Ki əsas nitq hissəsidir. Ki köməkçi nitq hissəsidir, mənası yoxdur. Fikir və parça əsas nitq hissəsidir, ikisinin də mənası var. Növbəti, nöqtələrin yerinə uyğun köməkçi nitq hissəsi yazmaqla cümlələri tamamlayın. Həmin sözü cümlədəki vəzifəsini izah eləyin. Aha, ən böyük sərvət bu təsir gücünü artırır. Ədatdır. Ədat. Bu nədir? Ədat nə idi? Ədat təsir gücünü artırır. Artırır. Cümlənin təsir gücünü. Dörür. 3 gündən sonra qoşma məna çaları verir. Bakıdan rayonlardan xeyli qonaq var idi. Bakıdan və bağlayıcı sözləri bağlamağa xidmət edir. Havalar çox soyuq keçirdi. Hətta ağaclar çiçəkləmirdi. Ona görə də bağlayıcı eyni şey sözləri bağlamağa xidmət eləyir. Dərsdən sonra tədbir sonra qoşma burada ikincini buraya yaza bilərsiniz. Bəh-bəh. Nida.
hiss həyəcan bildirir. Bununla da 5-ci sinifin ilk mövzusu, ikinci yarımilin ilk mövzusu bitdi. Növbəti videolarda görüşərik. Hələlik.